Autizm ünsiyyətdə çətinlik yaşanması ilə xarakterizə nevroloji və inkişafi pozulmadır. Dünyaca 100 uşaqdan birinə təsadüf edilir. Belə uşaqlarda görünən hallar barmaq ucunda gəzmələr, ətrafında boş-boş dönmələr, yersiz gülmə və ağlama krizləri, bəzən heç danışmırlar, özünə qapanır ya da həddindən artıq hiperaktiv olurlar. Belə uşaqlar adətən göz təmasından qaçınır, fırlanan əşyalara çox diqqət edirlər. Hər insanla ünsiyyəti sevmirlər, eyni əşyanı, eyni yeməyi sevir, bəzən köhnəlmiş geyimlərinə çox bağlı olub yenisi ilə əvəz etmək istəmirlər. Qucaqlamaq sevməzlər, bəzi kəlmələri təkrarlayıb dururlar. Danışma və dil bacarıqları inkişafında gecikmələr olur. Onların bəziləri üçün canlı və ya cansız olmanın heç bir fərqi yoxdur. Bəzən heç danışmır. Belə problemləri olan uşaqlara erkən yaşdan xüsusi terapiyalar, təlimlər keçirilir. Araşdırmalar zamanı müəyyən etdik ki, One More Transdermal Therapeutic dalğa texnologiyası ilə istehsal olunmuş bantlar autizmli uşaqların daha sağlam inkişafı üçün də nəzərdə tutulub hazırlanmışdır. Bu xüsusi bantların autizm uşaqlarda çox gözəl nəticə verdiyinin şahidi olduq. Uşaqların sağlam inkişafı üçün həmin ailələrə ciddi şəkildə